Məclis-i Ünsün uzun müddət aparıcısı bizim sevimli ərüşşünas, Füzulişünas alimimiz, qəzəl xan şairimiz Hacı Ələmdar Mahirin qəzəliyyatı çox dərin, mənalı, olduqca cazibədar, bu müasir dövrümüzdə klassik janrının müdafiəçisi, onu davam elətdirənlərdən ən öndə gedəni Hacı Ələmdar Mahirin qəzəllərini oxudum, çox oxudum və onun bir qəzəlinə nəzirə yazdım. Bəxtim belə qarə, nə günah eylədim oldu. Bəlkə onu ahımla siyah eylədim oldu. Döndərdi fələk çarxını sərt kimdir günahkar? Dövran dedi nadanlığı şah eylədim oldu. Dərddən mənə pay verdi o yer göylərə hakim. Xəlq etmədə ikən məni ah eylədim, oldu. Hicran yolu üstündə vüsal eşqi sərabdır. Məxşuşluğu mən yara izah eylədim, oldu. Üz tutma hər aşiq sözü sidq ilə deyilmir. Ol sərvi rəvanimə pənah eylədim, oldu. Dözdükcə dözür Mahı Camal cövrü cəfaya, çəkdikcə çəkir ahı segah eylədim, oldu.